Deməli, biz bundan əvvəlki dərsimizdə yəni əməliyyat jurnalını keçdik və müqaviləşməni keçdik. Bugünkü dərsimiz isə T-hesab metodu haqqındadır. Öncədən deyim ki, əməliyyat jurnalı öz bazasını sənədlərdən götürürdü. T-hesab isə öz bazasını hardan götürür? Əməliyyat jurnalından götürür. T-hesab bizə nə üçün lazımdır? Göründüyü kimi bu T hərfini oxşadığına görə T-hesab deyirlər. Yəni, bunun üst hissəsində hesabın hər zaman adı yazılır. Bu pul vəsaiti də ola bilər, əmək haqqı öhdəliyi də ola bilər, əmək haqqı xərci də ola bilər və digər də ola bilər. Sol tərəfində debet sözünün qısa adı olan adı yazılıb. Sağ tərəfində isə kredi sözünün qısa adı yazılıbdır. Adətən də bu hissədə və ya bu hissədə isə son qalıqlar yazılır. T-hesab bizə nə üçün lazımdır? Birinci, T-hesab əməliyyatlarda baş verən müqaviləşməni daha asan başa düşülməsinə kömək edir, bu bir. İkinci o ki, müqaviləşmənin nəticələrin daha asan əldə edilməsinə kömək edir. Yəni, orada daha asan əldə edilməsinə kömək, daha rahat başa düşülməsinə kömək edir. Üçüncüsü, orada baş verən səhvliklərin qarşısının alınmasına kömək edir. Yəni, çox mühüm bir məsələdir. Bir də müqaviləşmə hesablanan son qalığın tapılmasına kömək edir. Çünki biz bilirik ki, biz əməliyyat jurnalında son qalıqlar tapırıq. Əməliyyat jurnalı nədir? Əməliyyatların qeydiyyatı jurnalıdır. Yəni, bizim işimiz orada əməliyyatları qeyd etməkdir, hesaplamaq deyil. Ancaq ona görə də biz əməliyyat jurnalında bir nəticə əldə eləmirik, xüsusi bir nəticə əldə eləmirik. Onu deyim ki, T-hesab bir üsuldur, metoddur. Yəni, texniki və vizual bir hesablama üsuludur. Nə ilə müqayisə edə bilərik? Tutaq ki, deyək ki, 5 üstəgəl 4 bərabər 9. Elə bil ki, kalkulyatordakı o bərabərlik işarəsi T-hesabdır. Və yaxud kompüterdə bir proqram təminatını işləyirsə, onun arxa planı bir T-hesabdır. T-hesab bir sənəd deyil. Ancaq əməliyyat jurnalı bir sənəddir, bunun nümunəsi. Onun mənbəyi olan məsələmiz mi deyim, başqa bir sənəd nümunəsi bir sənəddir. T-hesab əməliyyat jurnalı və əməliyyat jurnalı ilə T-hesab dərsindən sonraki dərsimiz olacaq sınaq balansı. Sınaq balansı sənədi ilə əməliyyat jurnalı sənədin arasında bir vasitədir. O qədər. Körpü rolunu oynayır. Bu bir üsuldur. İcad olunub ki, daha rahat tapmaq üçün. Bir daha təkrar üçün baxaq ki, biz bilirik ki, aktivlər bərabər öhdəlik plus kapital üstə gəlir, çıx xərc, çıx dividend. Biz bilirik ki, bizim maliyyə bərabərliyi düsturumuzdur. Buna mühasibat bərabərliyi düsturu da deyirlər. Və aktivdir, xərc, dividenddir. Bu əməliyyatlar artması debitdə baş verirsə, öhdəlik kapital gəlir hesabla artması kreditdə baş verir. Və görürsünüz ki, burada bu üçü bir kateqoriyadadır, üçü də bir kateqoriya. Biz bunu da vizual belə göstərə bilərik ki, aktivlər, xərc, dividend. Üçün artması debit, azalması kreditdədir. Ancaq öhdəlikli kapital gəlir. Bunların artması kreditdə, azalması debitdir. Fikir versə, burada yazmışım maliyyə hesabatının elementləri. Niyə? Maliyyə hesabatının elementləri bax, bu elementlərdir. 5 və 6 elementdən ibarətdir. Biz burada qeyd edilənləri biz belə də göstərə bilərik. Fikir verirsiniz. Biz burada debit və kredit. Və bu bizə nə verir? Tutaq ki, burada daha rahat ifadə eləmək üçün. Tutaq ki, biz burada bunu yaddasan, aktivin bu debitdədir. Xərcdə debitdədir artması, bunun da artması debitdədir. Azalmaları bu kreditdədir, bu da kreditdədir. Bunu da biz bilirik ki, kreditdədir. Öhdəlikdir, kapitalı gəlirdə fərqlidir. Biz bilirik ki, bunların artmaları kreditdədir, azalmaları isə debitdədir. Azalmalarına baxaq. Azalmaları isə debitdədir. Belə.
Bura kimi ümid edirəm ki, aydındır. T hesabın tərtib prosesi nədən ibarətdir? Buna baxaq. İlk öncə T hesab öz bazasını əməliyyat jurnalına götürür. Bunu biləsiniz. Yəni nə deməkdir? Yəni necə ki, bundan əvvəlki əməliyyat jurnalı öz bazasını sənəddən götürdüyü kimi, T hesab öz bazasını əməliyyat jurnalına götürür. Yəni bu maliyyə hesabatlarını əldə eləmək mühasibin əsas hədəfidir. Onun ilk mərhələsi nədir? Əməliyyat jurnalıdır. Biz onu keçdik. İkinci mərhələsi nədir? T hesab. Üçüncü mərhələsi sınaq balansıdır. Dördüncü mərhələsi isə maliyyə hesabatlarının tərtibidir. Biz bu T hesabı tərtib eləyərkən nələrə diqqət eləməliyik? Birincisi, fikir verməliyik ki, əməliyyat jurnalımız tam doğrudur, yoxsa yox. Biz onun doğruluğunu ilk anda necə bilərik? Biz ilk öncə diqqət eləməliyik ki, əməliyyatlar doğru qeyd edək. Bu bir. İkinci isə əməliyyat jurnalında bütün debetlərin cəmini, bütün kreditlərin cəmini toplaya bilərik. Onunla bərabər deyilsə, orada birin 900, birin 800 yazmışıq və ya ikisində 800 yazmalıydıq, birin 80 yazmışıq, sıfırın birin az yazmışıq, 80 oldu. 800-dən 80 oldu. Bu da o deməkdir ki, orada biz 720 yəni az bir rəqəm alacağıq. Yəni kənarlaşma əldə edəcəyik. Əməliyyat jurnalında səhvlik olması mütləq o deməkdir ki, T hesabda da səhv olmasına səbəb olacaqdır. Ona görə diqqətli olmaq lazımdır. Yəni fərz edin ki, biz T hesabda səhvlik varsa, birinci T hesaba baxacağıq ki, orada səhvimiz var yoxsa yox, nəsə unutmuşuq yoxsa yox. Orada tapa bilmədiksə, bu %100 nə deməkdir? O %100 deməkdir ki, əməliyyat jurnalı bir səhvliyimiz olur. Ki, gəlib o nəticəyə çıxır. Sonra, növbəti mərhələdə hər bir hesab adına bir T hesab yaradırıq. Nə deməkdir? Tutaq ki, bizdə əməliyyat jurnalında hansı hesab adlı? Təkrarlanan adlar çıxır. Təkrarlananlar bura daxil deyil. Bizdə ola bilər pul vəsait. 5 dənə ola bilər pul vəsait. Ancaq bir adı götürəcək. Pul vəsaiti. 5 dənədirsə, istəyir 13-ü debetdə olsun, ikisi kreditdə. Fərq eləmir. Bizə bir dənə pul vəsaiti hesabı lazımdır. Onca hər bir hesabına bir T hesab yaradır. Eyni adlı, onu görə deyirəm, eyni adlı hesabı təkrarın yaratmır. Yəni bir dənə pul vəsaiti varsa, ikinci pul vəsaitinə ehtiyac yox. Bu nədə ola bilər? Mal çeşidində ola bilər. Tutaq ki, mal ambarı ola bilər, kompüter ola bilər, bir də məsələn ola bilər planşet. Bunu ayrı-ayrı mal ambarı kimi də qeyd edə bilərsən, birlikdə də qeyd edə bilərsən. Çeşidləməni artırmaq üçün ayrı-ayrı qeyd edə bilərsən. Sonra, eyni adlı yaradılan T hesabda debet və kredit xanasına uyğun qeyd edirik. Yəni nədir? Bu deməkdir ki, aktivdir, xərcli dividenddir. Bunların artmasını debetdə, yəni T hesabının, məsəl üçün, burada sol tərəfində qeyd edirik, azalmasını kreditdə qeyd edirik. Elə bil ki, bu bizə bir əməliyyat jurnalı necə sütunlar bu cür deyildi. Burada da bu cürdür. Sadəcə T hesab kimi qoyur. O qədər. Sonra T hesabdakı debet və kredit hissələrini ayrı-ayrılıqda toplayacaq. Bu bir növbəti mərhələ. Aktiv xərc dividend elementləri üzrə cəmi debetlərdən cəmi kreditlər çıxır. Niyə? Çünki aktiv xərc dividend elementlərinin elə artmaları debetlərdir, azalmaları kreditlərdir. Onun görə hər zaman debetlərinə kreditlərin çıxacaq. Yəni artmalarından azalmaları çıxacaq. Tam tərsinə öhdəlik kapital gəlir elementləri isə əksinə olacaqdır. Cəmi kreditlərdən cəmi debetlər çıxılır. Hər bir hesabında debet və kredit hissəsi arasında fərq hesabın balansın saldosunu verir. Yəni, cəmi debetlərdə hər hesab üzrə toplayacaq, cəmi kreditlər çıxacaq, o bizə verəcək hesabın balansı və ya saldosunu. Qısaca belə ifadə eləyə bilərik bunu.
tutaq ki, ilkin qallığımız olsaydı belə, tutaq ki, aktiv xərc dividendin özləri artması debetdə olduğuna görə ilkin qallıq da hər zaman debetdə olur. Nə edəcəkdik? Biz debetlərin, bu cəm işarəsidir. Riyazi olaraq cəm işarəsidir. Debetlərin cəmindən cəmi kreditlər çıxacaqdıq, biz alacaqdıq. Son qalığımız nə? Yəni, son qalıq nə var? Hesabın balansını əldə edəcəkdik. Burada isə öhdəlik kapital gəlirdisə, tam tərsinədir. Kreditlərdən debitlər çıxacaqdıq. Alacaqdıq biz yəni son qalıq. Yəni, hesabın son balansını əldə edəcək. Yəni, son qalıqda deyirlər, son balansda deyirlər və saldolu deyirlər. Vizual olaraq belə göstərə bilərik. Baxın, aktiv xərc dividenddir. Bunlarda nə edəcək? Bura debetsə, bura kreditlər. Debetlərdən kreditlər çıxacaq, alacaq son qalıq. Və debetlərdən kreditlər çıxdığımızda biz son qalığı bu hissəyə yazacaq. Niyə? Çünki onu bu hissəyə yazmaq lazımdır. Ancaq öhdəlik kapital gəlirdə isə tam tərsinədir. Kreditlərdən, cəmi kreditlərdən, cəmi debetlər çıxacaq. Nəticəsində kredit hissədə alt hissədə yazacaq. Bu bizim T hesabımızdır. Və burada da ifadə elədiyimiz kimi, burada bu T hesabı qeyd eləmə ilk mərhələsi nə idi? T hesab öz bazasını əməliyyat jurnalına götürür. Bu heç. Bax, burada sarı rəngini işarə eləmişəm ki, hər bir hesab adına T hesab yaradırıq və eyni adlı hesabın təşkilatını yaratmır. Bu bizim əsas məqamımız. Baxırıq bura. Baxırıq. Birinci hesabın adı nədir? Pul vəsaiti. Gətirirəm, hər zaman mən pul vəsaitini böyük tuturam. Niyə? Əməliyyatdan çoxu burada baş verəcək. O birilərində az baş verəcək. Adını yazdım, bura pul vəsaiti. Burada baxıram ki, pul vəsaiti hardadır? Debetdədir, görürsünüz. Mən debet hissəni kopyalıyıram, yapışdırıram bura. Deyirəm ki, al. Məsəl üçün. Burada bir dənə 5000'lik əməliyyat baş verir. Gördünüz. Və çalışıram ki, hər zaman sizə lazım olacaq. Bunun bu 5000'in hardan gəldiyində qeyd edin özdə. Mən bilirəm ki, bu 5000'lik pul nə ilə bağlıdır? Nizamnamə kapitalı. Bu əlavə bir qeyddir. Çalışın ki, qeyd edin ki, sizə rahat olsun gələcəkdə. Bu adlı mən hesab yaratdım. Bəli. Onun cütü nədir? Nizamnamə kapitalı. Nizamlama kapital adlı da bir hesab yaradıram. Adını koyuram bura. Gördünüz. Gəlin bura. Burada nizamlama kapitalın məbləği hardadır? Görürsünüz, kreditdədir. Təkrar onu götürüb yazıram bunun kredit hissəsinə. Birinci bir müqaviləşmə getdi. İndi keçirəm ikinciyə. Burada pul vəsaiti var. O adlı mənim hesabım var. İkincini yaratmağa ehtiyac yoxdur. Nə qədərdir pul vəsait debitin? 15.000. Öncədən yaratdığıma görə, bu adlı hesabım olduğuna görə gətirib bunu yazıram bura. Sadəcə əlavə qeyd üçün, mənbə üçün, gələcəkdə hesabatların birini daha rahat əldə edilməsi üçün hər zaman hardan gəldiyini, hara çıxdığını eləmək üçün onun qabağına təyinat olaraq bunu yazmağı tövsiyə edirəm sizə. Cütü nədir? Bu cütün, bura yazdığım onun cütü deyil. Sadəcə əlavə təyinat. Cütünü də avtomatik bura yaradır. Nə qədər təsis borcu? Nə qədərdir? 15.000. Hardadır? Kreditdədir. Görürsünüz. Mən 15.000 gətirib yazıram bunun kreditinə. Sonra keçirəm yenə pul vəsait. O adda varımdır. Bəli. Nə qədərdir? 20.000'dir. Eləmi? Yenə də o adda olduğuna görə ikincisini yaratmıram yoldaşlar. Sadəcə adını yazıram. Şamızı pul vəsaiti adlı birini yaratmışam. Hardan artıq pul vəsaiti? Mən bilirəm ki, o bank kreditinin hesabına gördürsünüz. Burada adını da yaratmışam. İkinciyə ehtiyac yox. Gəlirəm növbətdə. Bank krediti adlı mənim hesabım varmı? Yoxdur.
Həmin o bank krediti adlı hesabımı yaradıram. Görürsünüz. Baxıram bank krediti hardadır burada? Kreditdədir, görürsünüz. Gəlirəm onun kreditdə adını yaradıram. Məbləğin yazıram. Görürsünüz, artıq burada kreditdə olduğu kimi burada da kredit hissədə qeyd edirəm. Evet, orada olan nəticələri burada T hesab üzrə qruplaşdırırım. Sonra keçdim pul vəsait. Yenə bu adlı hesab, yenə ehtiyacım yoxdur. O adda yeni təkrarını yaratmıram. 2000'i buraya qeyd edirəm. Gəlirəm 2'ni bura qeyd edirəm. Və bilirəm ki, nəyə görədir o? Bilirəm ki, alınmış borcdur. Başqa müəssisədən borc alır. Ona görə 2000'im yaranıbdır. Bu hissələr pulun giriş istiqamətləridir, artma istiqamətləridir. İndi çıxış istiqamətini də görəsiniz. Almış borc adlı mənim hesabım yoxdur. Həmin bir dənə burada da almış borc adlı hesab yaradıram və onu da yazıram 2000 məsələsi. Mal ambarı adlı hesabım yoxdur. Bir də mal ambarı hesabımı yaradıram. Baxıram, burada hardadır? Debetdədir. Debetə 4000 yazırım. Cütü nədir onun? Pul vəsaiti. Bu pul vəsaiti adlı hesabım var. Tamam, yenisini yaratmışım. Ancaq burada hardadır? Kreditdədir. Kreditdə olduğuna görə mən onu kredit hissəyə yazıram. Gəlirəm, bax bura. Bax bura. Adını yazıram mal alışı. Sonra növbəti də keçirəm. Yenə mal ambarı 1 də var. Gördünüz? Nə qədərdir? 5000'dir. Yenə mal ambarın bu adda 1 olduğu ikincini yaratdım. Sadəcə 5000 yazdım. Cütü nədir? Kreditor borcu. Kreditor borcu adlı mənim hesabım var. Xeyr, yoxdur. Adı kreditor borcu. Hardadır? Kreditdədir. Gələm kreditor borcu adlı bir hesab yaradıram. Adını qoyuram. Məbləğ nə qədər qoyuram? 5000. Sonra gəldim. SMM'də adlı hesabım var. Xeyr, yoxdur. SMM'də nədir? Xərc hesabıdır. Hardadır? Debitdə. Nə qədərdir məbləğ? 3500. SMM'də adlı bir hesabımı yaradıram və 3500 yazıram. Sonra gəldim. Pul vəsaiti. Nə qədər 3500? Bu adlı hesabım var. Bəli, var. Təkrar yaratmıram. Gələm bura. Yazıram 3500. Nə üçün də o 3500? Maldan gəlirdi. Cütü hansı hesabdır? Bir debitor borcu adlı hesabım var. Xeyr, yoxdur. Demək, debitor borcu adlı bir dənə hesab yaradıram. Adını qoyuram. Debitor borc. Sadəcə 6500. Çünki debitdədir. Maldan gəlir adlı hesabım var. Xeyr, yoxdur. Maldan gəlir adlı hesab yaradıram. Kreditdədir 10.000. 10.000 yazıram. Gördünüz? Onun 10.000'in 6500'ü burada debitor borçdadır. 3500'ünü yuxarı yazdım. Sonra gəldim, pul vəsaiti adlı mənim hesabım var. Bəli, var. Nə qədərdir məbləğ? 1500. Hardadır? Debitdədir. Nəyin hesabınadır? Xidmət gəlirinin hesabınadır. Qalxıram bura. Təkrar. Bura yazıram. Sadəcə xidmətdən gəlir yazıram.
Xidmətdən gəlir. Debitor borc addi hesabım var. Bəli, var. Bir də onun öncə vardı. Gətirirəm. Nə qədərdir? 500 buradadır. Debitor borc addi hesabım var. Bax. Sadəcə bunu fərqləndirmək üçün mən buna 500 bura yazıram, fərqləndirmək üçün. Buna yazıram, məsəl üçün, MC yazıram, mal gəlir. Bunda yazıram, xidmət gəlir ki, fərqləndirmək üçün. Deyə bilərsiniz ki, müəllim, ola bilərdi ki, mən aca T hesab yaradardım. Birində mal gəlir deyərdim, birini xidmət gəlir. Bəli, o da mümkündür. İstəyirsiniz, biz elə eləyək. Məsəl üçün, neyəyə? Biz birinci buna yazaq mal, belə də olar. İkinci də yazaq debitor borc, xidmət. Hər ikisində 500. Bunda birində 500-dür, birində də 600. Ancaq bir yerdə də yaza bilər. Onun bizə bir problemi yoxdur. Xidmət gəlir addi hesabım var mənim. Xeyr, yoxdur. Ona görə birdən xidmət gəlir hesabı yaradıram. Cəmi nə qədərdir? 2000. Sonra gəldim, əmək haqqı xərci addi hesabım var. Əmək haqqı xərci, əmək haqqı ödəli. Nə qədər? Əmək haqqı xərci 1500 manat debetdə, əmək haqqı ödəli 1500 manat kreditdə. Hər iki hesab olmadığına görə hər iki hesabdan yaradıram. Gəldi, hər birini 1500. Diqqətli olmaq lazımdır. Məsələn, sıfırın birini əksi yazarsınızsa, biri 1500, birini 150 yazarsınızsa, növbəti mərhələdə səhvliyiniz ola bilər. Və yaxud bunu yazarsınız, bunu ümumiyyətlə yazmazsınız. Bu zamanda səhvliyiniz ola bilər və növbəti mərhələdə o aşkara çıxacaq. Əmək haqqı öhdəliyi, bəli. Bizim maddi hesabımız var, bəli var. Bu adda olduğuna görə ikincini yaratmırıq. Gördünüz, burada artıq burada əmək haqqı öhdəliyim kreditdədir, burada debitdədir. Bunu götürürəm, debitinə onun 1500, 1000 manat yazırım. Avadanlıq. Hə, burada yenə az qalmış yadımdan çıxsın. Baxın, 1000 manat nə qədərdir? Pul vəsaiti. Nə qədər? Hardadır? Kreditdədir. Pul vəsaiti olduğuna görə artıq mən o addi hesabım var deyən gəlirəm bura pul vəsaitini. Yazıram ki, əmək haqqı ödənişi. Sonra növbətiyə gəldi. Avadanlıq addi hesabım yoxdur, kreditor borc addi hesabım yoxdur. Hərəsində 1500, yox, hərəsində 5000, 5000 yaradır. 5000. Sonra keçdi, verilmiş borc. Mənim o adda hesabım yoxdur, o adda hesab yaradıram. Verilmiş borc nə qədərdir? Harda debitdir yazmışam. Hər zaman fikir versin. Bu debitdir, kreditdir. Nə qədərdir? 1000 manat. Sonra ikincisi nədir? Onun cütü nədir? Bu xana içində olan pul vəsait. Nə olubdur? Azalıbdır. O addi hesabım olduğuna görə ikincisini yaratmıram. Qalxıram təkrar yuxarıda, baxıram 1000 manat. Yazıram verilmiş borc. Sonra növbəti də gəlirəm, baxıram ki, dividend ödənişi, dividend öhdəliyi adlı hesab lazımdır bizə. Baxıram ki, o adlı hesabım var, xeyr yoxdur. Bunu artıq
2 dənə də hesab yaradıram burada. Adları məsələn pozuram. Birini yaradıram. Dividend öhdəliyi. Birini də yaradıram. Birini də yaradıram dividend ödənişi. Dividend ödənişi bilir ki, kapital hesabıdır və xərc kimi aparır özünü. Aktiv kimi aparır. Biri isə dividend öhdəlisi öhdəlik hesabıdır. Hər birində nə qədərdir? 500-500'dür. Dividend ödəniş, dividend öhdəliyidir. 500-500 qeyd edirik. Bunun kreditində, bunun da debitində. Yəni biz burada debit kredit məsələsini, yəni burada fərz edin ki, hansına debit kredit yerini əksi yazsaq, burada növbətdə onu götürüb yazsa səhv olacaq. Ona görə bunu o dərəcədə yaxşı tərtib edilməlidir ki, burada bizim səhvliyimiz olmasın. Sonra dividend ödənişi burada öhdəlik hardaydı? Kreditdədir. Biz də burada kreditdə yazdıq. İkinci də nədir? Burada harda dividend öhdəliyi debitdədir. Mən bunu da götürürüm, debitdə yazıram. Pul vəsaiti hardadır? O kreditdədir. Pul vəsaiti hesabımız olduğuna görə avtomatik gəlirəm mən pul vəsaitini. Adını nə qoyuram? Dividend ödənişi. Bura kimi bitirdik. İndi keçdik, biz burada ifadə eləmişdik ki, dərsimizdə son qalığın tapılması məsələsi. Son qalığın tapılmasını nə etməliydik biz? Bizim qaydamız ondan ibarət edik ki, aktiv xərc dividenddə debitlərdən kreditlər çıxırdı, burada isə kreditlərdən debitlər çıxırdı. Bunun kimi. İndi biz nə edəcəyik? İlk öncə gələcək. Ən çox hesablamada pul vəsaitinə baş verəcək. Gəlirik. Baxırıq. Tutaq ki, burada 5.000 üstə gəl 15.000 üstə gəl 20.000 üstə gəl 2.000 üstə gəl 3.500 üstə gəl 1.500. Biz aldıq ki, 47.000 elədi. Cəmi fərz eləyək ki, bura 47.000. Sonra gəldik, bura nə qədər eləyir? 5.000, 6.000, 6.500. 6.500. 47.000 çıxaq, 6.500. Bu eləyir 40.500. Pul vəsaitlər aktiv hesabda, ona görə də biz debitdən, cəmindən kreditlər çıxacağıq və ona görə bu sütuna yazacağıq. Yəni, burada aldığımız 40.500'ü bu hissəyə yazacağıq. Gördünüz, biz aldıq ki, bizim pul vəsaiti üzrə cəmi qalığımız 40.500. Niyə? Çünki bu debetdə olanlar hamısı pul girişi istiqaməti ilə bağlıdır. Bunlar isə pul çıxışı istiqaməti ilə bağlıdır. Deməli, əməliyyatlar nəticəsində bizə 47.000 pul daxil oldu, 6.500 pul çıxıb. Cəmi də bizim pul vəsaitin qalığı oldu 40.500. Nizamnamə kapital hesabıdır. Orada qaydamız nə idi? Qaydamız ondan ibarət idi ki, biz kreditlərdən debitlər çıxacağıq. Yəni, bura sıfırdır, 5.000'dən sıfır çıxacaq və öz xanasına kredit hissəyə yazacaq. Təsisçi borcu da onun, bura sıfırdır, eləcə 15.000. Yəni, diqqətli olub bu məbləğ götürüb bura yazmayın. Çünki növbəti mərhələyə yazanda səhvən diqqət eləməyəsiniz, götürüb buradakı yazarsınız, bərabəri doğru almayasınız. Sonra bank krediti onun kimi. Bank kreditləri nədir? Öhdəlik hesabıdır. Ona görə
20 mindi, burası 20 bindən 0, 20. Buraya 2000, 2000'den 0, 2000. Bu da öhdəlik hesabımızdır. Çünki öhdəlik hesablarında demişdik ki, debetlərdən kreditlər çıxırıq. Mal ambarı aktiv hesabımızdır. Cəmi nə qədər elədi? 9000. Burada bizim bir səhvliyimiz var. Səhvliyimiz nədir? Ona baxaq. Səhvliyimiz ondan ibarət. Burada SMMD-ni görürsünüz. Biz burada SMMD-ni qeyd edəndə, SMMD-ni qeyd edəndə, biz burada 3500 ambardan malı çıxartmalıyıq. Ambardan malı çıxartmışıq. SMMD qeyd eləmişik, doğrudur. Görürsünüz, deyir. Ancaq bunu buradan çıxarmamışıq. Biz ona görə buradan cütün yazmamışıq. Cütün yazmaq o deməkdir ki, biz bunu səhv alıq. Görürsünüz, biz unutmuşuq. Burada bunun nəyi yazmamışıq? Yəni, kredit yazılışını verməmişik ambara. Fərz eləyin ki, biz bunu verməsəydik, belə davam eləsəydik, nə olacaqdı? Biz ambarda baxacaq ki, 9000'lik mal var. Ancaq faktiki 5500 manatlıq mal var. Yəni sənəddə görürük ki, 9000'lik mal var. Yox, faktiki gedib sayırıq, görürük 9000 manatlıq mal var. Ancaq sənəddə isə faktiki sənəddə görünür ki, bizdə 9000'dir. Çünki silməmişik sənədini. Ancaq faktiki görürük ki, bizdə 5500 manatlıq mal var. Ona görə də bunu diqqətli olmaq lazımdır. Deməli, cəmi debetdən cəmi kreditdən çıxacaq. 9000'dən 3500 çıxacaq, qalacaq 5500. Kreditor borc onun kimi. Öhdəlik kimidir. Buraya yazacaq təkrar 5000. SMMD xərc kimidir. Xərc hesabımızdır. Debetlərdən kreditlər çıxacaq. 3500 buraya yazacaq. Sonra gəldi. Debitor borçlarda eyni qaydada da aktiv hesablardır. 6500 buraya yazacaq. Maldan gəlir 10.000'dir. Buraya yazacaq eyni formada. Debitor borc 500'dür. Buraya yazacaq. Xidmətdən gəlir 2000'i eyni anda buraya yazacaq. Yəni son qalıqlarını tapırıq. Bunların məbləğləri yazmaq, son balanslarını tapırıq. Bu da az 1500. Burada bir dənə məsələ var. Baxın, əmək haqqı öhdəliyində bir məsələ var. Əmək haqqı öhdəliyim nə qədər? 1500 idi. Əmək haqqı öhdəliyində necə olurdu? Öhdəlik hesabında. Cəmi kreditdən cəmi debetlər çıxır. Cəmi yəni 1500'dən 1000'i çıxacaq. Qalacaq nə qədər? 500. 500'ü də buraya yazacaq. Niyə? Çünki o öhdəlik kimidir. Onun qalığı da bu hissədə yazılır. Çünki özü kreditdə artan bir hesabdır. Avadanlıqdan yeni 5000 buraya yazacaq. Diqqətli olmaq lazımdır. Burada 5000'si səhvən götür bir sıfıra əksik yazsınız. Nə demək? O demək ki, orada 4500 fərq alasın növbəti mərhələdə. Kreditor borc onun kimi. 5000. Verilmiş borc aldıqca 1000. Sonra dividend ödənişi, bax bu sıfırlanır. 500'dən 500 çıxana sıfır qalır. Şu öhdəliyim sıfırlandı və dividend ödənişi də yenə 500 olur. Bu bizim artıq oldu bir sınaq balansımız. Pul vəsaitimiz oldu 40.500. Zaman kapital 5000, təsis borcumuz 15.000. Digər hesablarımız da budur.